Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Sizlərə Xırdalanda, Köhnə bazarın yaxınlığında Xırdalanın ən elit yaşayış binalarından birində 16 mərtəbəli, yeni tikili, tam yaşayışlı binanın 12-ci mərtəbəsində ümumi sahəsi 97 kvadrat metrdən ibarət, qanuni 2 otaqdan 3 otağa düzəlmə bir mənzil isə təqdim edir. Təqdimatı mənzilin qonaq otağı zalından başlamışıq. Çox əla təkliflərdən biridir dəyərli izləyicilər. Mənzildə sənəd çıxarış kupçadır, nəqd pula satılır. Mənzilin mətbəxinə keçid burdandır. Nəzərinizə çatdıraq. Mənzilin mətbəxinə keçid burdandır. Mətbəx möbeli, bu kimi əşyalar, yəni ümumi olan əşyalar qalır, əşyasız şəkildə satılır. Döşəməsi parket bir döşənmədir. Əla təkliflərdən biridir. Mənzilin eyvanına keçid həm mətbəxdən, həm digər yataq otağındandır və plastiklə bağlanmışdır. Plastikdən şkaf vardır, kombi aparatı, qaz sayğacı orada vardır. Mənzilin digər bir eyvanına keçid də burdandır. Yəni iki eyvanı vardır. Biri bağlıdır, biri açıq şəkildədir. Mənzilin dəhlizinə çıxaq, sizə təqdimata dəhlizdən davam edək. Mənzilin dəhlizidir, dəhliz mebeli qalacaqdır. Buradan görürsünüz, giriş qapısıdır. Bina tam yaşayışlıdır, qaz, su, işıq, 2 sürətli lifti, qarajı vardır. Bütün kommunallarla təchiz olunmuş, məktəb, bazar, bağça, dayanacaq. Yəni Xırdalanın tam mərkəzidir. Yəni bu bina Xırdalanın həm elit binasıdır, həm tam mərkəzidir. Mənzilin sanitar qovşaqlarını da sizə təqdim edək. Sanitar qovşaqlar ayrı-ayrıdır. Sanitar qovşaqlardan biridir. Görürsünüz. İsti polu vardır və mənzildə sanitar qovşaqlardan bu ikincisidir. Görürsünüz, sanitar qovşaqlardan ikincisidir. Mənzili sizə təqdim edək, dəyərli izləyicilər. Bir yataq otağını, belə bir yataq otağı vardır. Bu yataq otağının pəncərəsi mətbəxədir. Tam təfərrüatla mən mənzil təqdim edirəm ki, bütün belə deyək də baxanlar bu videoya tam olaraq aydın olsun. Və mənzilin ikinci bir yataq otağıdır. Bura mənzilin ikinci bir yataq otağıdır. Belə bir gözəl yataq otağıdır. Və mənzilin qeyd etdiyim bağlı eyvanı sizə təqdim edim. Bura mənzilin bağlı eyvanıdır. Görürsünüz. Belə bir təmir edilmişdir. Və belə plastikdən şkaf qeyd etdiyim burada vardır. Mənzilin qiymətini açıqlama növbəsində elan edəcəm. Sənəd qeyd etdiyim kimi kupçadır və nəqd pula satılır. Ancaq nəqd pula satılır. Hörmətli izləyicilər, əgər sizin Xırdalanda yeni tikili, köhnə tikili, apartman tipi binalarda hər hansı satılıq əmlakınız varsa bizə müraciət edin. Mənzil satılmanda sizə kömək göstərək. Bizi YouTube, Instagram, TikTokdan izləməyə davam edin. Bu gündən bu qədər. Çox sağ olun.